Salam, bugünkü bölməmiz iqlim bölməsi, iqlim və iqlim qurşaqları. Birinci sual, mülayim enliklərə nisbətən ekvatorial enliklərdə yağıntıların daha çox düşməsinin səbəbi. İl ərzində yüksək temperatur nəticəsində enən hava ekvatorda qalxan havadır. Mülayim enliklərdə yalnız yayda mülayim hava kütlələri hakim olur. Mülayim enliklərdə il boyu mülayim hava kütlələri olur. Ekvatorial enliklərdə okean səthi daha geniş sahə tutur. Mülayim enliklərdə də kifayət qədər genişdir, özəlliklə cənub mülayim enliyində. Mülayim enliklərdə qərb küləkləri daha çox təsir göstərir. Ekvatora da passat küləkləri təsir göstərir. Y variantı doğru cavab olacaq. Səthi daha çox qızdığına görə güclü qalxan hava axınları yaranır. Həm ekvatorda, həm mülayimdə qalxan hava var. Sadəcə olaraq ekvator daha çox isti olduğu üçün buludlar daha tez əmələ gəlir və ona görə yağıntının miqdarı daha çoxdur. İkinci sual. Hansı iqlim qurşağında il boyu yalnız iki fəsil müşahidə olunur? Deməli, mülayimdə 4 fəsil var. Arktik və ekvatorialda bir fəsil var. C variantı doğru cavabdır. Subekvatorial və subarktik. Subtropikdə 4 fəsil var. Ekvatorialda bir fəsil var. Ona görə doğru cavab olur C variantı. Üçüncü sual. Orta illik temperatur 20 dərəcədən çox. Yağıntıların illik miqdarı 2300 millimetr olan iqlim qurşağı. Deməli, orta illik temperatur 20 dərəcədən çox deyirsə, bu 3 dənə iqlim qurşağı ola bilər. Tropik, subekvatorial və ekvatorial. Və bizə deyir ki, yağıntının miqdarı 2000-3000 millimetr. Bu kifayət qədər yüksək yağıntıdır. Deməli, cənub mülayim, şimal mülayimi çıxırıq, subtropiki çıxırıq. Çünki bunlarda orta illik temperatur 20 dərəcədən azdır. Tropik və ya ekvatorial ola bilər. Tropiklərdə ortalama yağıntı bu qədər olmadığını nəzərə alaraq doğru cavab olacaq C variantı, ekvatorial. Dördüncü sual, keçid iqlim qurşaqları üçün səciyyəvi cəhətlər. Keçid iqlim qurşaqları subla olanlardır. Məsələn, subekvatorial, subtropik və s. Öz hava kütlərinə malikdir, yanlışdır. Keçid iqlim qurşaqlarının özünün hava kütləsi olmur. Əsas iqlim qurşağı arasında yerləşir, doğrudur. Öz hava kütlərinə malik deyil, bu da doğrudur. Avrasiya və Avstraliyada müşahidə edilmir. Avrasiyada şimal yarımkürəsində olan bütün iqlim qurşaqları müşahidə olunur. Deməli, doğru cavab olur B variantı. Beşinci sual. Aralıq dənizi iqlim tipinin yayıldığı ölkələr. Biz birinci növbədə Aralıq dənizi sahili olan ölkələri düşünməliyik. A variantından Polşanı çıxmaq lazımdır. B variantından Almaniyanı çıxmaq lazımdır. Mülayim kontinentalda yerləşir bunlar. C variantından Belarusu çıxmaq lazım. Mülayim kontinentaldır. Y variantından Qazaxıstan kontinental iqlimdə yerləşir. Peru ekvatorial, subekvatorial ərazilərdə yerləşir. Deməli, doğru cavab olacaq D variantı. Yunanistan, Tunis və İspaniya bunlar Aralıq dənizi sahilində yerləşir və Aralıq dənizi iqlimi var. Altıncı sual. Subekvatorial qurşaqda yayın rütubətli, qışın quru keçməsinin səbəbi. Subekvatorial iqlim qurşağı keçid iqlim qurşağı olduğu üçün yayda ekvatorial hava gəlir bura, qışda isə tropik hava gəlir. Yayda ekvatorial hava gəldiyi üçün yay isti və rütubətlidir. Qışda tropik hava gəldiyi üçün qış isti və qurudur. Deməli, C variantı doğru cavabdır. Yeddinci sual. Mülayim hava kütlələri müvafiq olaraq qışda, yayda və bütün il boyu üstünlük təşkil etdiyi iqlim qurşaqları. Burada birinci növbədə bütün il boyu üstünlük təşkil etdiyinə diqqət eləməliyik. Mülayim hava kütlələri bütün il boyu elə mülayim iqlim qurşağında olur. Və yaxud bizdən soruşsa ki, tropik hava kütlələri bütün il boyu tropikdə olur. Deməli, burada qışda soruşur birinci, ikinci yayda soruşur, üçüncü isə bütün il boyu. Mülayimlə bitirən cavablara baxmaq lazımdır. Mülayimlə bitən cavablara baxacağıq. Mülayimlə bitən burada iki dənə cavab var. Digərlərini atırıq gedir. Ya A variantı olmalı, ya Y variantı. Bura bir şəkil çəksək. Mülayim. Mülayimin şimalında subarktik iqlim qurşağı var. Cənubunda isə subtropik var. Subların bilirik ki, hava kütləsi olmur. Hava kütlələri ümumiyyətlə yayda şimala doğru hərəkət edir, qışda isə cənuba doğru. Yəni, mülayim hava kütləsi yayda şimala doğru gedəcək. Bunun şimalında nə var? Subarktik. Yayda şimala doğru gedəcək. Qışda isə cənuba doğru gələcək. Cənubunda nə var? Subtropik. Əgər bizə birinci
Qışda soruşursa, qışda subtropik olacaq. Yayda, ikinci yayda soruşur. Yayda subarktika gedəcək, il boyunca da mülayimdə olacaq. Y variantı doğru cavabdır. 8-ci sual. Tropik hava kütlələri müvafiq olaraq yayda, qışda və bütün il boyu üstünlük təşkil etdi. Bütün il boyu deyirsə, deməli tropik iqlimin özü olmalıdır. Tropiklə bitən cavablara baxmalıyıq. Onda bunu da bu şəkildə bir şəkil çəksək, tropik iqlim qurşağının yuxarısında, şimalında subtropik var, şimal yarımkürəsində. Cənubunda isə subekvatorial var. Subekvatorial. Biz deyirik ki, hava kütlələri qışda cənuba doğru gəlir, yayda isə şimala doğru gedir. Günəşin zenit vəziyyətinin dəyişməsi ilə əlaqədar. Yayda şimala gedir. Onda buradan belə bir nəticə çıxara bilərik ki, tropik hava kütlələri yayda olur subtropikdə, qışda olur subekvatorialda. Yayda subtropik, qışda isə subekvatorial, il boyu da tropik. A variantı doğru cavabdır. 9-cu sual. İqlim nəyə deyilir? İqlim ərazi üçün xarakterik olan havanın uzun illər boyu təkrarlanması rejiminə deyilir. Deməli, hava şəraitinin çox illik təkrarlanması rejimi doğrudur. Sutkalıq havaya deyilə bilməz. Çoxillik temperatur rejimi yox. İllik sabit hava olmaz. Hava hər il dəyişə bilər. Hava kütlələrinin ümumi sirkulyasiyası burada bütün hava, bütün küləklərin, bütün hava dövranından gedir söhbət. Müəyyən ərazi üçün xarakterik olan havanın çox illik təkrarlanma rejiminə iqlim deyilir. 10-cu sual. Sxemdə verilmiş hansı məntəqələrdə fəsli dəyişənlik aydın müşahidə olunur? Fəsli dəyişənlik ümumiyyətlə, yəni 4 fəslin olması, fəsillərin aydın olması deməkdir. 30-60 dərəcə enliklər arasında 4 fəsil müşahidə olunur. Yəni fəsillər tam müşahidə olunur. 30-60 arasında düşən burada 6 var, 4 var və 2 var. 2, 4, 6 doğru cavabdır. B variantı. 11-ci sual. Verilən xüsusiyyətlərin aid olduğu iqlim tipi və ya qurşaqları. Qışı sərt soyuq, yayı mülayim. Qışı mülayim rütubətli, yayı isti quraq. Qışı isti quraq, yayı isti rütubətli. Biz qışın daha rütubətli olduğu bir iqlim qurşağı və yaxud bir iqlim tipini yadda saxlasaq, digərlərini rahat taparıq. Bu ikinci ki var, qışı mülayim rütubətli, yayı isti quraq. Bu Aralıq dənizi iqlimidir. 2-yə aid olmalıdır 1. 2-yə 1 olan cavablara baxaq. 2'ye 1 olan sadece 2 dənə cavab var. Hər halda qışı sərt soyuq subekvatorial olmaz. Bu subarktik olar. 1'ə aid olacaq 2. Deməli 1'ə 2, 2'yə 1, 3'ə də 3. C variantı doğru cavabdır. 12-ci sual. Yağıntıların yayda, qışda və il boyu olduğu müvafiq iqlim tipi və ya qurşaqları. Az öncə də dediyimiz kimi qışda yağıntı çox düşən iqlim tipi Aralıq dənizi. 2'ye 3 olmalıdır. Yəni qışda bol yağıntı düşən başqa iqlim qurşağı və yaxud iqlim tipi cavablarda çıxmayacaq. 2'ye 3 olan görə neçə dənə cavab var? 2'ye 3 olan. 2'ye 3 olan sadəcə bir dənə cavab var. Yağıntılar yayda düşəcək. 1'ə 2 subekvatorial, bəli. 2'ye 3, 3'ə də il boyu yağıntı ekvatorial iqlim qurşağı. C variantı doğrudur. 13-cü sual. Mülayim dəniz iqlim tipinin hakim olduğu ölkələr. Mülayim dəniz iqlim tipi Qərbi Avropa ölkələri üçün xarakterikdir. Əsasən B variantında Bolqarıstanı, Türkiyəni çıxırıq. C variantında İslandiya subarktikdir. Vyetnam subekvatorial, Qazaxstan kontinental iqlimdir. D variantında İtaliya Aralıq dəniz iqlimi, Özbəkistan kontinental. Y variantında Filippin tropik subekvatorial, Polşa mülayim kontinental. Doğru cavab olacaq A variantı. İrlandiya, Böyük Britaniya, Danimarka bunlar mülayim dəniz iqlim tipində yerləşir. 14-cü sual. Mülayim iqlim qurşağı üçün səciyyəvi olan əlamətlər. Mülayim iqlim qurşağında alçaq təzyiqdir, yəni qalxan hava 1 olmayacaq. Qalxan hava olan yerlərdə buludluq çox olur, 2 də olmayacaq. Cavabların içərisindən 1 və 2-ni çıxmaq lazımdır. Bəli, mülayimdə fəsillər aydın müşahidə olunur, doğrudur. Aşağı atmosfer təzyiqi var, bu da doğrudur.
Havanın enən yox, qalxan hərəkəti var. Ona görə buludluq çoxdur. 3, 4, 6, yəni A variantı doğru cavabdır. 15-ci sual. Coğrafi enliyin əsas iqlimi əmələ gətirən amillərdən biri olması, coğrafi enlikdən asılı olaraq düşmə bucağı, günəş şüalarının düşmə bucağı dəyişir. Günəş şüalarının düşmə bucağının çox olduğu yerdə isti iqlim yaranır, az olduğu yerlərdə soyuq iqlim yaranır. Hava kütlələrinin fəsillər üzrə yerini sabit qalmır, hava kütlələri yerini dəyişir. Günəş şüalarının düşmə bucağının dəyişməsi B variantı doğrudur. Coğrafi enlikdən asılı olaraq okean səthinin sahəsi dəyişmir. Coğrafi enlikdən asılı olaraq quru səthinin sahəsi dəyişmir. Seysmik qurşaqlar zəlzələ, vulkan baş verən ərazilərdir. Bu da vaxtdan asılı olaraq dəyişmir. Deməli, doğru cavab B variantı. İrlandiyada qışın Belarusa nisbətən mülayim keçməsinin səbəbi, deməli, İrlandiya adadır, Atlantik okeanda yerləşir. Ümumiyyətlə, Atlantik okeanı, Avrasiyada Atlantik okeanı sahillərindən materikin daxilinə getdikcə kontinentallıq artır. Kontinentallığın artması nə deməkdir? Kontinentallığın artması həm yağıntının miqdarı azalır, həm də yay ilə qış arasındakı fərq artır. O deməkdir. Deməli, İrlandiya Atlantik okeanı sahilində yerləşdiyi üçün bura okeanın təsiri çoxdur. Yəni iqlimi mülayimdir. Amma Belarus daha içəri hissələrdə, daxili hissələrdə yerləşdiyi üçün ora Atlantik okeanın təsiri zəifdir. Hər ikisi düzənlikdir, bunu çıxırıq. Təxminən eyni enlikdə yerləşdilər, bunu da çıxırıq. Qərb və ya şərq yarımkürəsində yerləşməsinin iqlimə bir aidiyyəti yoxdur. İrlandiyaya passat təsir eləməz. Avropa ölkələrinə qərb küləkləri təsir edir əsasən. Qərb küləkləri və qütb küləkləri. Doğru cavab olacaq D variantı. 17-ci sual. Aqroiqlim ehtiyatının əsas göstəricisi. Aqroiqlim ehtiyatı kənd təsərrüfatı üçün əlverişli şərait deməkdir. Burada əsasən birinci növbədə nəzərə alınan il ərzində müsbət 10 dərəcədən artıq sutkalıq temperaturlar nəzərdə tutulur. Hansı ərazilərdə il ərzində müsbət 10 dərəcədən artıq sutkalıq temperatur çoxdursa, ora aqroiqlim ehtiyatı yaxşıdır. Ümumiyyətlə, isti yerlərdə aqroiqlim ehtiyatları əlverişli, soyuq yerlərdə isə əlverişsiz sayılır. A variantını çıxırıq. B variantına -10 dərəcə yazdıq, bu da olmaz. Havanın maksimum və minimum temperatur arasında fərq olmayacaq. Rütubətli əmsalının vahiddən aşağı olması, bu da olmayacaq. Burada əsas göstərici havanın il ərzində 10 dərəcədən yuxarı olan orta skala temperaturlarının cəmi nəzərdə tutulur. 18-ci sual. Göstərilən əlamətlərin aid olduğu iqlim qurşağı, temperaturun illik amplitudunun azlığı, ifrat rütubətlənmə şəraiti. İfrat rütubətlənmə o deməkdir ki, deməli burada rütubətli əmsalı birdən böyükdür. Alçaq təzyiq qurşağı. Qütblər yüksək təzyiqdir, tropiklər yüksək təzyiqdir. Subekvatorial subtropikdə fəsillərdən asılı olaraq təzyiq qurşağı dəyişir. İl boyu alçaq və ya yüksək təzyiq deyə bilmərik. Bu ekvatorial iqlim qurşağıdır. Yağıntının miqdarı həddən artıq çox olduğu üçün ifrat rütubətlənmə yaranır. Temperatur amplitudunun da illik temperatur amplitudunda ən az olduğu yer ekvatordur. 19-cu sual. Mülayim qurşaqda yayı isti, qışı sərt soyuq. Deməli, qışın sərt soyuq adı varsa, bu kontinental adı olmalıdır. Kontinental iqlimdə qış temperaturu mənfiyə düşür, mənfi olur. Deməli, buradan amplitudu yüksək, yağıntısı az. Mussonda yağıntı kifayət qədər çoxdur. Mülayim dənizdə yağıntı il boyu bərabər paylanır, qışda mənfiyə düşmür. Yəni ortalama qış temperaturu. Subtropik kontinentalda qışı sərt soyuq ola bilməz. Mülayim kontinentalda yay isti, rütubətli olur. Bu kəskin kontinentaldır. Sibir, Mərkəzi Asiya və s. Y variantı doğru cavab. 20. Əks olunan radiasiyanın payının üstün olduğu iqlim qurşaqları. Əks olunan radiasiya, yəni albedo ən çox təzə qar və buzda olur. Təzə qarın və buzun çox olduğu hansı iqlim qurşaqları ola bilər? D variantı Arktik və Antarktik. 21-ci sual. Əsasən ekvatorial və subekvatorial qurşaqda yerləşən dövlətlər, ekvator və subekvatorial. Deməli, ekvatorial iqlim qurşağı deyirsə, əsasən ekvator xətti kəsməlidir o ərazini. Deməli, Mozambik, Argentinanı çıxırıq A variantından.
B variantında Angola Pakistanı çıxacaq. D variantında Paragvay, Vyetnam, Çin. Bunların heç birini ekvator kəsmir. Y variantında Sudan və Meksikanı ekvator xətti kəsmir. Doğru cavab olacaq C variantı. Braziliya, Papua Yeni Qvineya, İndoneziya. Deməli, Braziliya ekvator xətti kəsir. Hər üçünü ekvator xətti kəsir. Sahələri kifayət qədər böyük olduğu üçün subekvatorial iqlim qurşağına da düşürlər. 22-ci sual. Nisbi rütubəti il boyu yüksək olan, il boyu nisbətən yüksək olan deyirsə, il boyunca yağıntı çox olmalıdır. İl boyunca yağıntı təxminən bərabər paylanmalıdır. A variantında Madrid, Afina, Aralıq dənizi. Burada qışda yağıntı çox olur, rütubət qışda çox olur. Sel Koreyanın paytaxtı Cənubi Koreyanın muson rejimidir. Burada da yayda olur, hər üçün çıxırıq. B variantında Seulu çıxdıq. Kiyev mülayim kontinentaldır. Əsasən mülayim kontinentalda yaz yay aylarında rütubət çox olur. Daşkənd kontinentaldır, bunlar da olmayacaq. C variantında Roma, Ankara, Aralıq dənizdir. Rütubət qışda çox düşür. Berlin mülayim kontinentaldır. Bunda da yaz yay aylarında çox yağıntı düşür. D variantında New Delhi subekvatoralda yerləşir, Hindistandır. Hindistan subekvatoralda da yayda yağış çox düşür. Aşqabad kontinental iqlimdir. Bakı Aralıq dənizdir, yəni qışda düşür yağıntı. Y variantı doğru cavabdır. Jakarta İndoneziyanın paytaxtıdır. İl boyu yağıntı bərabər paylanır. Ekvatorial iqlim. London, Böyük Britaniya, Kopenhagen, Danimarka. London və Kopenhagen şəhərlərdə hər ikisi mülayim dəniz iqlimində yerləşir. Mülayim dəniz iqlimində də il boyu yağıntı bərabər paylanır. 22 Y variantı doğru cavabdır. 23-cü sual. Ekvatorial hava kütlələrinin səciyyəvi xüsusiyyətləri. Ekvatorial hava kütlələri il boyunca isti və rütubətli olur. İl boyu isti və rütubətli. Doğru cavab Y variantı. 24-cü sual. Qışda isti, quru, havanın və yüksək təzyiqin üstünlük təşkil etdiyi iqlim qurşaqları, yəni qışda da isti olursa, ümumiyyətlə ekvatorial iqlim qurşağı quraq deyil. Sonra mülayim iqlim qurşağı quraq deyil. Subarktik iqlim qurşağı qışda isti ola bilməz. 3 dənə cavab getdi. Cavab olaraq qaldı A variantı və C variantı. Biz bilirik ki, ekvatorial iqlim qurşağı il boyunca isti və rütubətli olur, quru olmaz. Doğru cavab qaldı C variantı. Tropik il boyu isti qurudur, əsasən yüksək təzyiqdir. Subekvatoriala da qışda tropik hava gəldiyi üçün ona görə o da qış aylarında isti və quru olur. C variantı doğru cavabdır. 25-ci sual. Subtropik və subekvatorial iqlim qurşağında yayda üstünlük təşkil edən hava kütlələri subtropikə yayda cənubdan gəlməlidir. Yayda onun cənubunda, subtropikin cənubunda tropik var. Deməli, yayda tropik hava gələcək. Subekvatoriala da yayda cənubdan gəlməlidir. Ümumiyyətlə, yayda cənubdan gələn hava kütlələri üstünlük təşkil edir. Subekvatorialın da cənubunda ekvatorial iqlim qurşağı var. Deməli, yayda ekvatoral hava gələcək. Burada da olacaq ekvatorial. Doğru cavab olur A variantı. 26-cı sual. Ərazilərinin müəyyən hissəsi cənub mülayim iqlim qurşağında yerləşən Afrikada mülayim iqlim qurşağı yoxdur. Afrika ölkələrini çıxmaq lazımdır. Cənubi Afrika Respublikasını çıxdıq, Madaqaskarı çıxdıq, Mozambiki çıxdıq, Angolanı çıxdıq. Doğru cavab B variantı. Argentina, Çili, Yeni Zelandiya bunların müəyyən hissəsi mülayim iqlim qurşağında yerləşir. Afrikanın uzqar şimalı və cənubu subtropikdə yerləşir. 27-ci sual. Hansı prosesin yaranmasına iqlimin təsiri yoxdur? Torpaq iqlimlə bağlıdır. Məsələn, rütubətli olan yerlərdə, isti və rütubətli olan yerlərdə qırmızı torpaq əmələ gəlir. İsti və quru olan yerlərdə, məsələn, boz torpaqlar əmələ gəlir. Deməli, torpağa aidiyyatı var. Aşınma. Fiziki aşınma isti quraq ərazilərdə, kimyəvi aşınma isə rütubətli yerlərdə olur. İqlimin aidiyyatı var. Əhalinin məskunlaşması, haranın iqlimi, havası əlverişlidirsə, əhali daha çox orada məskunlaşır. Zonallıq ekvatordan qütblərə doğru getdikcə iqlimin, torpağın, bitki heyvanlar aləminin dəyişməsidir. Deməli, ekvatordan qütblərə doğru getdikcə iqlim dəyişir. Deməli, bu da olmayacaq. Qabarma çəkilmədir doğru cavab. Bu ayın və günəşin cazibə qüvvəsi ilə bağlıdır.
Ay və Günəşin cazibə qüvvəsi nəticəsində sutka ərzində okeanlarda 2 dəfə qabarma, 2 dəfə də çəkilmə olur. Y variantı doğru cavab. 28. İnsanın yaşayışı və təsərrüfat fəaliyyəti, burada xüsusilə təsərrüfat fəaliyyətində vurğulayır, daha əlverişli olan iqlim qurşaqları, ekvatorial iqlim qurşağı A variantından ekvatorial və tropiki çıxırıq. Ekvatorial iqlim qurşağı bataqlıqda çox hissəsi, ona görə təsərrüfat üçün əlverişli deyil, əkin üçün. Tropik səhralar çoxdur. B variantında, C variantında tropiki çıxırıq, subarktik çox soyuqdur, donmuş yerlərdir. D variantında tropiki çıxırıq. Y variantında subaktiki çıxırıq. Doğru cavab olacaq B variantı. Subtropik, şimal mülayim, bir də subekvatorial. 29. Arktik və tropik səhralar zonasında havanın əsasən buludsuz və yağıntısız. Havanın buludsuz və yağıntısız olmasının əsas səbəbi təzyiq qurşağı ilə, təzyiqlə bağlıdır. Yüksək təzyiq olan yerlərdə havanın enən hərəkəti olur. O zaman buludsuz və yağıntısız hava olur. Həm arktik, yəni qütblər, həm tropik səhralar bunlar yüksək təzyiqdə yerləşir. Ona görə havanın enən hərəkəti mövcuddur. 30. Yer kürəsində iqlim qurşaqlarının yaranmasının səbəbi, deməli, yer kürə şəklində olduğu üçün ekvatordan qütblərə doğru getdikcə günəş şüalarının düşmə bucağı fərqlənir. Ekvatordan qütblərə doğru getdikcə günəş şüalarının düşmə bucağı fərqli olduğu üçün fərqli iqlim qurşaqları yaranır. Deməli, doğru cavab olacaq yer səthinin günəş tərəfindən qeyri-bərabər qızdırılması. Yəni, məsələn, ekvator və yaxın ərazilərdə günəş şüası çox düşdüyü üçün isti iqlim yaranır. Amma qütb və qütb ətrafı ərazilərə günəş şüaları az bucaqla düşdüyü üçün ona görə də orada soyuq iqlim yaranır. 31-ci sual. Hansı yarımkürə daha soyuqdur və bunun səbəbi? A variantında cənub yarımkürəsi su sahəsi az olduğu üçün. Cənub yarımkürəsində su sahəsi daha çoxdur. B variantı şimal yarımkürəsi, şimal buzlu okeanı burada yerləşdiyi üçün. Şimal yarımkürəsində şimal buzlu okeanı ümumiyyətlə su nə qədər çox olarsa, o ərazi daha isti olar. Çünki qış aylarında quru ərazi daha çox soyuyur. D variantı qərb yarımkürəsi günəş şüalarının qərb və yaxud şərq yarımkürəsinin günəşin düşmə bucağına aidiyyəti yoxdur. Günəş şüalarının düşmə bucağı enliklər üzrə paylanır. Deməli, doğru cavab cənub yarımkürəsidir. Cənub yarımkürəsində Antarktida burada yerləşdiyi üçün. Antarktida qurusu var. Antarktida qurusu olduğu üçün cənub qütbü daha soyuqdur. Çünki quru ərazi qışda daha soyuq olur. Üstəlik Antarktida materikinin mütləq hündürlüyü də çoxdur. Hündürlük də artdıqca temperatur aşağı düşür. Əgər cənub qütbündə Antarktida materiki olmasaydı, şimal qütbü ilə temperaturu bəlkə də bərabər ola bilərdi və yaxud çox az fərqi ola bilərdi. 32-ci sual. Aralıq dənizi iqlim tipini səciyyələndirən cəhət. Aralıq dənizi Azərbaycanda da yayılıb. Yay isti, quru, qış mülayim və rütubətli olur. Yəni qış temperaturu ortalama müsbətdir. Yay isti, quru, qış mülayim və rütubətli olan B variantı var. 35-ci sual. Ekvatorial və mülayim iqlim qurşağı. Ekvator və mülayim iqlim qurşağı hər ikisi alçaq təzyiqdir. Alçaq təzyiq olan yerlərdə qalxan hava müşahidə olunur. Yəni bu bir cavabı ortaya gedir. 3-ə 1. İllik temperatur amplitudu azdır. İllik temperatur amplitudunun ən az olduğu yer ekvatordur. 1-ə 2. Fəsillər aydın müşahidə olunur. Ekvatorda bir fəsil var. Aydın müşahidə olunacaq mülayimdə. Səpələnən radiasiya hər ikisi buludlu yer olduğu üçün, yağıntılı yer olduğu üçün hər ikisində səpələnən radiasiya aydın müşahidə olunur. 3-ə 1, 3. Baxaq digərlərinə də. Şimal materikində geniş sahə tutur, bu mülayimə aiddir. Qırmızı sarı ferrarit torpaq, qırmızı sarı ferrarit torpaq, daha doğrusu bu 4 idi, 1, 4. Qırmızı sarı ferrarit torpaq bu ekvatora aiddir. Deməli, 1-ə 2, 6, 2-yə 3, 5, 3-ə isə 1, 4 A variantı doğrudur. 36-cı sual. İyun-avqust aylarında təsir etdiyi ərazilərdə temperaturun xeyli aşağı düşməsinə səbəb olan hava kütləsi, deməli, temperaturu aşağı salan
Ekvatorial hava kütləsi hər hansı bir yerə gedərsə temperaturu artırır. Tropik hava kütləsi hər hansı bir yerə gedərsə temperaturu artırır. Burada iki variant arasında qaldıq. Mülayim və Antarktik. Deməli, iyun-avqust aylarında mülayim hava kütləsi gedir yay aylarında subarktikə. Subarktikdə temperaturu artırmasına səbəb olur. Çünki cənubdan gələn, şimal yarımkürəsində cənubdan gələn hava kütlələri temperaturu artırır. A da olmayacaq, Antarktik. Antarktik hava kütləsi hansı bir əraziyə gedərsə qütbdən gəlir. Qütblər ən soyuq ərazilərdir. Demək temperaturu aşağı salacaq. B variantı doğru cavabdır. 37. Çili dövləti sahəcə Monqolistandan dəfələrlə kiçik olsa da, onun daha çox sayda iqlim qurşağında yerləşməsinin səbəbi, deməli, Çili dövləti xəritədə meridian istiqamətində şimaldan cənuba doğru böyük məsafədə uzanır. Monqolistan isə daha çox enli istiqamətindədir. Aşağıdakı Monqolistan, yuxarıdakı isə Çili. Çili şimaldan cənuba 4300 kilometr məsafədə uzanır. Deməli, iqlim qurşaqları da paralel xəttləri üzrə müəyyən olunduğu üçün ölkə nə qədər şimaldan cənuba böyük məsafədə uzanarsa, iqlim qurşaqlarının sayı da çox olmuş olacaq. İqlim qurşaqlarının sayı artmış olacaq. Deməli, Çilidə iqlim qurşaqlarının sayının çox olması şimaldan cənuba, yəni meridian boyu böyük məsafədə uzanmasıdır. Doğru cavab olacaq B variantı. Digərləri çox da aidiyyəti olmayan cavablardır. Çili okean sahilində. Okean sahilində yerləşən o qədər dövlət var ki, sahəsi kiçikdir. Bir iqlim qurşağında yerləşir. Həm isti, həm soyuq okean cəryanlarının təsiri Çiliyə soyuq okean cəryanı təsir edir. İqlim qurşaqlarının sayına onun da aidiyyəti yoxdur. Ant dağları Çilinin iqliminə təsir göstərə bilər, amma bunun iqlim qurşaqlarının sayına dəxli yoxdur. Müxtəlif yarımkürədə bu da iqlim qurşaqlarının sayına. Hansı ölkə şimaldan cənuba böyük məsafədə uzanırsa, orada çoxlu iqlim qurşaqları olur. 38-ci sual. Arktik iqlim qurşağını səciyyələndirən xüsusiyyət. Arktik iqlim qurşağı deyərkən şimal qütbündən gedir söhbət. Şimal qütbü ümumiyyətlə qütblər yüksək təzyiqdir. Yüksək təzyiq olan yerlərdə də il boyunca enən hava, az yağıntılı hava müşahidə olunur. Deməli, B variantından alçaq təzyiqi çıxırıq. C variantından havanın qalxan hərəkəti alçaq təzyiqi çıxır. Yox, bu temperaturdur. Qalxan hərəkəti rütubətli havanı çıxırıq. D variantında e, bütün fəsillərdə təzyiqin eyni, qar və yağışın çox olması olmaz, yağıntı çox deyil. Qışın sərin yağışlı keçməsi bu da olmayacaq. A variantı doğru cavabdır. 39. Aşağıdakı xüsusiyyətlərlə səciyyələnən iqlim qurşağı öz hava kütləsinə malikdirsə, bu deməli əsas iqlim qurşağıdır. Subları çıxırıq. Fəsillər aydın seçilən bir subtropik var, bir də mülayim var. Deməli doğru cavab B variantı mülayimdir. Arktikdə və Antarktikdə bir fəsil var. 40-cı sual. Mülayim dəniz iqlim tipini səciyyələndirən xüsusiyyət. Mülayim dəniz iqlimi yay sərin, qış mülayim, il boyu təxminən bərabər yağıntı olur. Deməli, burada çıxa biləcəyimiz cavablar var. İsti yay və qış olmaz. İl ərzində yağıntının az olması da olmayacaq. Quru yay olmayacaq. İl boyunca yağıntı bərabər paylanır. Deməli, 3, 4, 6-nı cavabların içərisindən çıxmaq lazımdır. 3, 4, 6-nı çıxsa cavab olur 1, 5, 7, 8. Bunlar doğru cavabdır. Mülayim dəniz il boyu bərabər yağıntılı, yay sərin, qış mülayim olur. 41-ci sual. Okeanlardan uzaqlaşdıqca ərazidə baş verən iqlim dəyişikliyi, okeanlardan materiklərin daxilinə getdikcə kontinentallıq artır. Yəni kontinentallıq o deməkdir ki, yağıntının miqdarı azalır, yay və qış arasında fərq artır. Buludluq artmayacaq, içəri doğru artma azalmalıdır. Okean və dənizlərdə materiklərin daxilinə getdikcə temperatur amplitudu artır, bu doğrudur. İqlim kontinentallaşır. Rütubət arta bilməz. Okean və dəniz sahillərində rütubət daha çox olur. 1-4 olan cavabları çıxırıq. Doğru cavab olur C variantı. Aşağıdakı iqlim qurşağı hansı iqlim qurşağı xarakterizə edilmişdir? Deməli,
Qışı soyuq, yayı mülayimdir. Öz hava kütlələri yoxdur. Öz hava kütləsi yoxdursa, bu əsas iqlim qurşağı ola bilməz. Arktik əsasdır, Antarktik əsasdır, mülayim əsasdır. Bunlar olmayacaq. Qış soyuq, yay mülayim, tundra və meşə tundra. Tundra, meşə tundra donmuş yerlərdir. Bu subarktik iqlim qurşağına aiddir. D variantı doğrudur. 43-cü sual havanın temperaturunun illik gedişi qrafiki. Deməli, qış temperaturu təxminən 3 dərəcədən başlayır. Qış mülayimdir. Qış mülayim. Yay. Yay 20 dərəcəni keçmir. Yay 20 dərəcəni keçmirsə, demək yay sərindir. Taymır yarımadası subarktik iqlim qurşağında, arktik iqlimdə yerləşir. Qış mənfi olmalı idi, sərt olmalı idi. C variantında Zond adaları ekvatorda yerləşir. Ekvatorun qrafiki düz xətt şəklində olmalıdır. İslandiya subarktikdə yerləşir. Qış temperaturu mənfi olmalı idi. Antil adaları rütubətli tropikdir. Qış temperaturu ən azı 15 dərəcədən başlamalı idi. Spitsbergen Şimal Buzlu Okeanda Arktik iqlim qurşağında yerləşir. Deməli, mənfi olmalı idi. Y variantı Çukot yarımadası subarktik iqlim qurşağıdır. Temperatur mənfi olmalı idi. Sumatra ekvatorda yerləşir. Bu da olmayacaq. Doğru cavab olacaq B variantı. Böyük Britaniya və İrlandiya. Çünki bu mülayim dəniz iqlim tipinin qrafikidir. 44-cü sualda havanın temperaturunun illik gedişi qrafiki. Temperatur xəttinə baxsaq, il boyunca temperatur sabit olub. İl boyunca temperaturun sabit olduğu ekvatoral iqlim qurşağıdır. Ekvatoral iqlim qurşağına da düşür A variantı Sumatra, Yava. Çünki Sumatra, Yava hər ikisi ekvatoral iqlim qurşağında yerləşir. C variantından Tasmaniya cənub yarımkürəsidir. Mülayim və subtropikdə yerləşir. D variantından Madaqaskar tropik və subekvatorialdır. Havay tropikdir, rütubətli tropik. B variantında Tasmaniyada hər halda ikinci hissəsini çıxırıq. Y variantında Kanar adaları ekvatoral iqlim qurşağında yerləşmir. Kanar adalarında çıxırıq. Tropik iqlim qurşağı, Azorda çıxırıq. 45-ci sual. Ekvatoral qurşaq üçün səciyyəvi olmayan əlamətlər. Ekvatoral qurşaq üçün səciyyəvi olmayan əlamətlər. Ekvatoral qurşaqda il boyunca isti və rütubətli hava olur. Yüksək təzyiq olmayacaq, alçaq təzyiq olacaq. Bizə də olmayanlar lazımdır. 1. Havanın qalxan hərəkətini çıxırıq. Fəsillərin aydın müşahidə olunması olunur. Bir fəsil var. Aşağı atmosfer təzyiqi doğrudur. Buna da atırıq. Buludluğun az olması bu da yanlış cavabdır. Deməli, yanlışlar lazım bizə. 1, 3, 5 yanlış cavabdır. D variantı. 46-cı sual. Mülayim qurşaq üçün səciyyəvi olmayan, mülayim qurşaqda il boyunca alçaq təzyiqdir, buludlu yağıntılı havadır. Alçaq təzyiq, buludlu yağıntılı hava. Səciyyəvi olmayan deyirsən, biri götürürük, buludluğun az olmasını götürürük, 1, 2 və 3-ü götürürük. Havanın enər hərəkəti. Bunlar mülayim iqlim qurşağına aid deyil. C variantı doğru cavab. 47-ci sualda əgər biz yağıntını da biliriksə, mümkün buxarlanmanı da biliriksə, buradan rütubətli əmsalını tapa bilərik. Rütubətli əmsalı bərabərdir. Yağıntı bölək mümkün buxarlanma. Mümkün buxarlanma. Deməli, yağıntı 400-isə, bunu 200-ə bölsək, bu edir 2. Əgər rütubətli əmsalı birdən böyük olarsa, buna ifrat rütubətlik deyirlər. Pambıq becərilməsi isti quraq ərazilərdə olur. Əmsal birdən kiçik olmalıdır. Normal rütubətlənməli rütubətli əmsalı 0,8 1-dir. Rütubət çatışmazlığı rütubətli əmsalı 0,6-dan az olmalıdır. Taxıl bitkilərin ümumiyyətlə rütubətli əmsalı 1-i keçərsə, orada kənd təsərrüfatı demək olar ki, inkişaf eləmir. D variantı doğru cavabdır. 48. Yağıntıların illik miqdarı 300, buxarlanma qabiliyyəti 1000 olarsa, ərazidə hansı iqlim tipi formalaşa bilər? Yağıntının miqdarı 400-dən az olarsa, o ərazilər yarımsəhra iqlimi olan ərazilərdir. Yarımsəhra. Mülayim dəniz rütubəti boldur, yarımsəhra olmayacaq. Mülayim kontinental yarımsəhra olmayacaq. Musson iqlimi yağıntı çoxdur, yarımsəhra olmayacaq. A variantı və Y variantı qalır. Aralıq dənizi iqlimi olan yerlərdə yarım səhra var. Amma Aralıq dənizində yağıntının miqdarı 700 mm və daha artıqdır ortalama.
Deməli, bu olacaq subtropik kontinental. 300 millimetr yağıntı kifayət qədər az bir yağıntıdır. 49-cu sual. Subtropik enlikdə mütləq hündürlüyü 2500 metr olan dağın ətəyində 12 dərəcə temperatur olarsa, dağın zirvəsində daimi qar və buzlaq örtüyü yaranmamasının səbəbi. Deməli, qar xətti deyilən bir anlayış var. Hər bir iqlim qurşağında, hər bir enlikdə qar xəttinin hündürlüyü fərqlidir. Subtropik iqlim qurşağında qar xətti 3900 metrdən keçir. Yəni, qar xətti dediyimiz o deməkdir ki, il boyunca, yəni yayda da getsən, həmin yerdə qar və buz var. Deməli, subtropik iqlim qurşağında qar xətti 3900 metrdən keçir. 3900 metrdən aşağı olan bütün zirvələrdə daimi qar və buz yarana bilməz. Ona görə də bu dağın hündürlüyü 2500 olduğu üçün, yəni 3900-dən az olduğu üçün burada daimi qar və buz xətti yaranmayacaq. Y variantı doğru cavabdır. Mülayim kontinental iqlim tipinə malik olan paytaxt şəhərləri, mülayim kontinental deyilsə, biz əsasən Avropa düşünə bilərik. Ən geniş yayıldığı yer Şərqi Avropadır. Ümumiyyətlə Avropa deyək. Avropada olmayan paytaxtları da çıxa bilərəm. Düzdür, bunlar hamısı Avropada demək olar ki. B variantından Mexikonu çıxaq, birbaşa Avropada olmayanları çıxaq. D variantından e, Washington, Ottawa. Düzdür, Washington və Ottawa bunlar da mülayim iqlim qurşağına düşürlər. Y variantından biz Tokionu çıxaq, muson zonasıdır. Astana kontinental ərazidir və s. və s. Deməli, A variantından Parisi çıxacağım. Paris mülayim dənizdir. Madrid aralıq dənizdir. C variantından Londonda mülayim dənizdir. C variantından D variantından Lissabon aralıq dəniz iqlim tipidir. Bunu daha asan bilərik. Amsterdam Niderlanddır. Bu da mülayim dənizdir. Doğru cavab olacaq Şərqi Avropada yerləşənlər. Kiyev Ukraynanın paytaxtıdır. Budapeşt Macarıstandır. Minsk Belarus, Moskva da Rusiya. C variantı doğru cavab. Tropik iqlim qurşağında yerləşən paytaxt şəhərləri. Deməli, A variantından Jakarta İndoneziyanın paytaxtıdır. Ekvatoral iqlimdə yerləşir. Sonra Dakar Senegalın paytaxtıdır. Bu da subekvatorialda yerləşir. Braziliyanın paytaxtı subekvatorialda yerləşir. B variantında ən azından Panama subekvatorialdır. Sonra New Delhi Hindistandır, subekvatorialdır. C variantından Tunis subtropikdə yerləşir. Tunisin paytaxtı. Dəkkə Bangladeşdir, subekvatorialda yerləşir. Bunu çıxa bilərik. D variantında Tehran mülayim iqlim qurşağındadır. Tokyo tropik olmayacaq. Y variantı doğru cavabdır. Meksiko, Meksikanın paytaxtı. Havana, Kubanın paytaxtı. Əl-Riyad, Səudiyyə Ərəbistanı. Abu Dhabi, Birləşmiş Ərəb Əmirliyi. Y variantı doğru cavabdır. 52-ci sual. Diaqrama uyğun gələn iqlim qurşağı və ya onun xüsusiyyətləri. İllik ortalama yağıntının miqdarı 2156-dır. 2156 və burada biz şeyə baxmalıyıq ki, temperatur 20-30 dərəcədir. Ortalama temperatur 20 dərəcədən çoxdur. Əgər orta temperatur 20-dən çoxdursa, bu mülayim iqlim qurşağı heç ola bilməz. 3 olan cavabları çıxırıq. Yağıntının ortalama miqdarı 2000 keçirsə, bu tropik iqlim qurşağı da ola bilməz. Deməli, 1 olan cavabı da çıxmaq lazımdır. Qaldı ekvatorial və subekvatorial. Biz bilirik ki, subekvatorialda yağıntıların paylanmasında yay və qış olaraq kəskin fərq var. Yay aylarında yağıntı daha çox düşür subekvatorialda. Burada isə baxırıq ki, il boyunca yağıntı təxminən bərabər paylanır. Bu ekvatorial iqlim qurşağıdır 2. Ekvatora aid olan xüsusiyyətlər savanna və seyrək meşələr subekvatorial üçün səciyyəvidir. 2 doğrudur. Ekvatora qalxan hava, bu da doğrudur. Və rütubətli ekvatorial meşələr doğrudur. 2, 3, 4. Pozol torpaqlar tayqa zonasında, yəni iynəyarpaqlı meşələr olan yerlərdədir. Bu doğru deyil. D variantı doğru cavab. 53.
Verilmiş iqlim diaqramı uyğun gələn iqlim qurşağı və onun xüsusiyyətləri. Deməli, baxırıq ki, il boyunca temperatur 20-30 arasında olubsa, bura isti yerdir. Subarktik ola bilməz. 4 olan cavabı birbaşa çıxmaq lazımdır. Və baxırıq ki, yağıntılar əsasən orta temperatur 20-30 arasındasa, bu ekvatorial, subekvatorial və tropik ola bilər. Amma yağıntının miqdarı 1175 millimetrdir və yay aylarında daha çox düşüb. Tropiklərdə yay aylarında çox yağıntı düşə bilməz. Ekvatorda yağıntı il boyu bərabər paylarını təxminən. Bu subekvatorialdır. 2. Subekvatoriala aid olan xüsusiyyətlər seçməliyik. 1. Keçid iqlim qurşağıdır. Səhra olmaz. Yay rütubətlidir. Bu qrafikdən də görürük. 1, 3 və qırmızı qonur torpaqlar 1, 3, 4. Pozol torpaqlar soyuq zonalara, tayqa zonasına aiddir. Deməli, doğru cavab olacaq C variantı. 54. Məntəqələrin hansında rütubətli iqlim müvafiq olaraq bütün il boyu rütubətli iqlim deyilsə, bu ya mülayim dəniz iqlimi, ya da ekvatoral iqlim götürə bilərik. Burada ekvatoral iqlimə düşən bir dənə 4 var. Deməli, birinci olacaq 4. Yayda rütubətli iqlim. Yayda rütubətli deyilsə musson zonası və yaxud subekvatoral olacaq. Subekvatoral yoxdur, amma musson zonasında yerləşən 2 var. Və qışda deyilsə, qışda əsasən yağıntının çox düşdüyü Aralıq dənizi iqlim tipidir. Aralıq dənizində yerləşən 5 var. 4, 2, 5 doğru cavabdır. 1 ilə 6 səhra iqliminə düşdüyü üçün burada il boyu isti və qurudur 1 ilə 6. Doğru cavab 4, 2, 5. 4, 2, 5'də hansı cavabdadır? 4, 2, 5 B variantı 54'də doğrudur. B variantı. 55. Məntəqələrin hansında quru iqlim müvafiq olaraq bütün il boyu. İl boyu quru iqlim olacaq səhra. Səhralarda. Səhraya düşən burada 2 var. Ərəbistana düşür. Demək 2 ilə başlamalıdır. Yayda quru iqlim deyirsə, yayda quru iqlim Aralıq dənizi iqlimində olur. Yayda, sadəcə yayda deyirsə Aralıq dənizi iqlimi. Aralıq dənizdə bütün materiklərin qərbində var. Materiklərin qərbinə düşən bir dənə 4 var burada. Deməli 4. Və qışda quru iqlim. Qışda quru iqlim olmalıdır subekvatorialda və musson zonasında. Subekvatorialda subekvatorial iqlim qurşağı yoxdur, amma musson var burada. Deməli 2, 4, 5 doğru cavabdır. Y variantı. 56-cı sual. İqlim diaqramının aid olduğu məntəqəni müəyyən edin. İqlim diaqramı baxırıq ki, qış temperaturu hardasa -30-dan başlayıb, yay temperaturu 0-ı keçmir. Və iqlim qrafiki şimal yarımkürəsinə aid olduğu üçün 3 atırıq, 3 ola bilməz. 2, 4, bunlar mülayim dəniz iqlimidir. Mülayim dəniz iqlimində qış temperaturu müsbət olmalıdır. Və yay temperaturu da bu qədər soyuq ola bilməz. 4 ilə 2-ni də atırıq. 5 kontinentaldır. Kontinentalın bəli qışı sərt olur. Qışı buradan da soyuq olacaq. Amma yay temperaturu müsbət 20 dərəcə və daha çox olmalıdır. Kontinentalın yayı isti olur. Demək 5 də olmayacaq. Doğru cavab 1. Arktik iqlim qurşağının qrafikdir. Qrenlandiya uyğun gəlir. 57. İqlim diaqramı şimal yarımkürəsinə aiddir. Şimal yarımkürəsinə aid olduğu üçün cavablardan 3 ilə 5-i çıxırıq birbaşa. Və qış temperaturu mülayimdir. Qış mülayimdir, sıfırdan yuxarıdır. Qış mülayimdir, yayda istidir. 1 və 2 hər ikisi kontinental ərazi olduğu üçün qış mənfiyə düşməlidir. Demək bu ola bilməz. Bu Aralıq dənizi iqlim qrafikidir. 4 uyğun gəlir. Aralıq dənizi qış mülayim, rütubətli, yay isə isti quraq olur. 58. Deməli, subtropik iqlim qurşağına müvafiq kontinental Aralıq dənizi və musson. Biz mussona görə qərar verə bilərik. Musson ancaq şimal yarımkürəsindədir və materiklərin şərqində. Şimal yarımkürəsində olub materikin şərqində olan 3 var. Demək, cavab 3 ilə bitməlidir. 3 ilə bitən 2 dənə cavab var. Digərlərini atırıq gedir. Aralıq dənizi bütün materiklərin qərbində olmalıdır. Materikin tamamilə qərbinə düşən 1 var. Deməli, 3-dən əvvəl daha doğrusu 3'dən əvvəl 1 gəlməlidir. 3'dən əvvəl 1 gəldiyi A variantı doğru cavabdır. Kontinental da materiklərin daxili hissələrində olmalıdır. 2 olan yer Nallarbor düzənliyidir. Orada subtropikin kontinental tipidir. A variantı doğru. 59.
59. Subekvatoral mülayim və subtropik iqlim qurşağında yerləşən müvafiq məntəqələr. Subekvatoral ekvatora ən yaxın olmalıdır bunlar içərisində. 3. Afrikada nəzərə alsaq ki, mülayim iqlim qurşağı yoxdur. Deməli, ikinci bira uyğun gələcək. Cənubi Amerikanın cənubu və subtropik də Afrikanın ucqar şimalı və cənubu 3-1-2 doğru cavabdır. A variantı. 60-cı sual A məntəqəsi üçün verilmiş qrafika uyğun olmayan mülahizə. Burada temperaturu verib, amma bu sütunlar yağıntını göstərmir. Sütunlar burada göstərir ki, turistlərin sayı. Biz bir şeyə baxaq. Qış temperaturu mənfi hardasa 6-7 dərəcədir. Yəni qış soyuqdur. Qış soyuq. Yay isə 20 dərəcəyə çatmır. Yay sərin. Və bu sütunlara baxanda görürük ki, 1-ci, 2-ci ay, 11, 12-ci ayda turistlər daha çox gəlib. Qışda turistlər daha çox gəlib. Turizm qış fəslində daha intensiv olur. Bu doğrudur. Bunu atırıq gedir. Subekvatoral iqlim qurşağında yerləşmişdir. Subekvatoral il boyu istidir. Yəni orada mənfi temperatur ola bilməz. Demək B variantı yanlışdır. Orta aylıq temperatur 20 dərəcədən yüksək olmur. Bəli, ən yuxarı temperatur görürük 20 olub. Yanvarda orta temperatur 0 dərəcədən aşağıdır. Bəli, yanvar temperaturu 0-dan aşağıdır. İl boyu bu məntəqə 30 min nəfərdən çox turist gəlir. Biz baxsaq ki, sadəcə 12-ci ayda bura 8 min turist gəlib. Birinci ayda təxminən 7 min turist gəlib. Deməli, 2 ayda, sadəcə 2 ayda 15 min turist gəlibsə, bir ildə ayrı-ayrı hesablasaq 30 mini keçər. B variantı yanlış cavabdır. 61-ci sual. Uyğun olan xüsusiyyət. Baxırıq ki, qış temperaturu 0-dan yuxarıdır. Qış mülayim. Yay 20 dərəcəni keçir. Yayın ortalama temperaturu. Yay istidir. Və yağıntılara da baxsaq, yanvar, dekabr, ilin soyuq vaxtında yağıntı çoxdur. Qış rütubətli. Qışın rütubətli olduğu biz demişik ki, əsasən Aralıq dənizi iqlim tipidir. İndi baxaq görək, aid olan xüsusiyyət deyil. Əsas iqlim qurşağında yerləşir. Aralıq dənizi subtropikdə yerləşir. Turizm üçün əlverişli təbii şərait yoxdur. Aralıq dənizi sahili əsas turizm regionudur. Orta yanvar temperaturu 0-dan aşağı deyil. Baxsaq ki, orta yanvar temperaturu 10-dan başlayır. Olmayacaq. İl ərzində müxtəlif hava kütlələrinin təsirinə məruz qalır. Bəli, doğrudur. Çünki subtropik iqlim qurşağında yerləşir. Subtropika yayda tropik hava gəlir, qışda isə mülayim hava. Orta iyul temperaturu 20-dən aşağı deyil. Orta iyul temperaturuna baxsanız 20-ni keçib. Deməli, D variantı doğrudur. 60-cı sual. Kəskin kontinental iqlim şəraitinə malik olan yaylalar. Deməli, kəskin kontinental mülayim iqlim qurşağı daxilində Sibirdir, Mərkəzi Asiyadır, Amerikanın daxili, Şimali Amerikanın daxili hissələrdir və s. Deməli, biz A-dan Colorado, Guyana çıxacaq, Dekan Braziliya subekvatorialda yerləşir çıxacaq, Efiopiya, Ərəbistan'a çıxırıq, Şərqi Afrika, Anadolu. Deməli, məsələn, Ərəbistan kimi ərazi, Colorado kimi ərazi kontinentaldır. Amma burada xüsusi olaraq kəskin kontinentalda olduğu üçün olacaq Orta Sibir, Qobi. Çünki kəskin kontinental deyərkən təkcə burada yağıntının az olması deyil, eyni zamanda yay və qış arasında temperatur fərqinin çox olması deməkdir. 63-cü sual. Sutkalıq temperatur amplitudunun daha kiçik olduğu ərazilər ekvatorial ərazilərdə ən kiçikdir. Ekvatorial əraziyə düşür Kongo çökəkliyi və Amazon. 1-5 doğru cavabdır. Y variantı. 64. Subarktik iqlim qurşağına təsir edən hava kütlələri. Subarktika baxaq görək. Subarktik hansı iqlim qurşaqları arasında yerləşir? Burada buna diqqət etmək lazımdır. Subarktik yerləşir Arktik iqlim qurşağı ilə mülayim iqlim qurşağı arasında, iki əsas iqlim qurşağı arasında yerləşir. Deməli, yayda cənubdan gəlir, yayda mülayim hava gəlir, qışda şimaldan gəlir, qışda Arktik. Deməli, yayda mülayim, qışda Arktik. Y variantı doğru cavabdır. Subarktik iqlim qurşağının səciyyəvi xüsusiyyəti yayda mülayim hava gəldiyi üçün yay sərin olur, nisbətən rütubətli olur. Qışda Arktik hava gəldiyi üçün qış soyuq və quru olur. Deməli, yay mülayim hava rütubətli, qış soyuq quru. D variantı doğru cavabdır.
66-cı sual. Şimal yarımkürəsində subtropik iqlim qurşağında yerləşən hansı məntəqələrdə günorta vaxtı buludsuz, aydın havada temperatur daha yüksək olar? Verilmiş sxem dağdır. Dağın ətəyində temperatur daha yüksək olmuş olacaq. Dağın ətəyinə düşən bir məntəqəsi var. Deməli, doğru cavab bir məntəqəsi. 66A. 67. Deyir ki, buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq azdır. Ağac bitkilərin inkişafı imkanı məhduddur. Bəzi aylarda günəş üfüq üzərində görünmür. Bəzi aylarda üfüq üzərində görünmürsə, deməli orada qütb gecələri müşahidə olunur. Qütb gecələrinin də müşahidə oluna biləcəyi hansı iqlim qurşağı var burada? Aralıq dənizi, mülayim dəniz, tropik, subtropik olmayacaq, subarktik. 68. İqlim diaqramı hansı paytaxt şəhərinə aiddir? Dakar Senegaldır, Ankara Türkiyədir, Canberra Avstraliyadır, Jakarta İndoneziyadır, Pekin isə Çindir. Deməli, buradan iqlim qurşağı olaraq baxsaq məsələyə, baxırıq ki, yay aylarında yağıntının miqdarı çoxdur, qış aylarında yağıntının miqdarı azdır və temperatur qrafikinə baxsaq, il boyunca 20-30 arasıdır. İl boyunca 20-30 arasında temperatur varsa, hətta bəzi aylarda 40-a da yaxınlaşır. Bu, deməli, isti zonadır. Yəni bu iki tropik arasında olan bir yerdir. İki tropik arasında olan bir yerdirsə, çünki iki tropik arasında qış temperaturu, ya ümumiyyətlə il boyunca temperatur 20 arasında, 20-30 arasında. İki tropik arasında düşməyən şəhərləri çıxırıq. Deməli qalır A və C variantı. A və C variantı. Jakarta İndoneziyada ekvatoral iqlim qurşağıdır. Ekvatorda il boyunca yağıntı bərabər paylanmalıdır. Deməli doğru cavab A variantıdır. Dakar subekvatoral iqlim qurşağında yerləşir, tropikə də çox yaxındır və istidir. 69-cu sual. Aşağıdakı əlamətlərin səciyyəvi olduğu iqlim qurşağı öz hava kütləsi yoxdur deyilsə, bu deməli əsas iqlim qurşağı deyil. Müxtəlif landşaft tipləri var, müxtəlif və 4 fəsil. Burada önəmli olan 4 fəsil subtropikdə və mülayimdə var. Başqa heç bir yerdə yoxdur. Deməli, subtropik və mülayim. Bu da mülayim də yoxdur burada. Biz seçəcəyik A variantı, şimal və cənub subtropik. 70-ci sual. Qütb enlikləri və tropik enliklər, Venn diaqram. Buxarlanma qabiliyyəti isti yerlərdə çox olur. 2-yə 1. Nisbi rütubətlik yüksəkdir. Soyuq ərazilərdə daha yüksək olacaq. 2. Atmosfer təzyiqi yüksəkdir. Hər ikisi. Hər ikisində yüksək təzyiq mövcuddur. Daimi küləklər buradan başlayır. Hər ikisindən daimi küləklər başlayır. Deməli, qütb enliklərindən daimi küləklər dediyi üçün əslində bunu tropikə seçəcəyik. Çünki tropikdən həm qərb küləkləri başlayır, həm də passatlar başlayır. Buxarlanma qabiliyyəti aşağıdır. Bu qütbə aiddir. Nisbi rütubətlik aşağıdır. Bu da tropikə aiddir. Nisbi rütubət aşağıdır, tropikə aiddir. Onda biz 4-ü daimi küləklər başlayır, hər ikisindən seçirik. Normalda qütblərdən sadəcə bir dənə daimi külək başlayır, qütb küləkləri. Amma tropik enliklərdən 2 dənə qütb küləyi başlayır, daimi külək başlayır. Bir qərb küləkləridir, bir də passatlar. Doğru cavab olacaq 1-ə 2, 5, 2-yə 1, 6. Y variantı doğrudur. 71-ci sual. Venn diaqramına uyğun gələn bəndləri müəyyən edin. Tropik hava kütləsi, mülayim hava kütləsi, dəniz və kontinental tipə bölünür hər ikisi 3-ə 1. Daimi küləklərin başladığı enliklərdə müşahidə olunur. Deməli, başladığı enliklərdə müşahidə olunur. Subtropik iqlim qurşağının formalaşmasına təsir edir. Hər ikisi, bunu da ortaya götürür. 3-ə 1, 3 olmalıdır. 3-ə 1, 3 olan cavabları atırıq gedir. Sonra digərlərini atırıq gedir daha doğrusu.
Nisbətən yüksək coğrafi enlikdə yaranır. Bu mülayimə aiddir. Asan cavablardan seçməliyik. Azərbaycanda həm dəniz, həm kontinental tipi təsir edir. Azərbaycana həm dəniz, həm kontinental tipi təsir edən mülayim hava kütləsidir. 2-yə 4, 5. Deməli, B variantı doğrudur. 1-ə aid olacaq 2, 6. Daimi küləklərin. Burada küləklər dediyi üçün tropiki seçirik. Çünki tropikdən 2 dənə daimi külək başlayır. Həm başlayır buradan qütb küləkləri, həm passatlar. Mülayimdən isə daimi külək başlamır. B variantı doğrudur. 72. Verilən əlamətlərin aid olduğu iqlim qurşağı il boyu atmosfer təzyiqi yüksəkdir. Havanın rütubət tutumu az olsa nisbi rütubət yüksəkdir. Mövsümi dəyişikliklər zəif hiss olunur. Deməli, il boyu atmosfer təzyiqi yüksəkdirsə, və deyir ki, bizə mövsümi dəyişikliyi aydın zəif hiss olunur. Rütubət, nisbi rütubət yüksəkdir. Nisbi rütubət yüksək deyilsə, tropiklərə atırıq biz buradan. Cavab oldu D variantı. Arktik və Antarktik qütblər. 73-cü sual. Tropik, kontinental və Antarktik iqlim qurşaqları üçün ümumi xüsusiyyət. Tropiklərdə və qütblərdə yüksək təzyiq olur. Yüksək təzyiq olur. Hər ikisinin temperaturu yüksək ola bilməz. Antarktikdə temperaturu yüksək olmayacaq. Havanın nisbi rütubətinin çox, tropiklərdə, kontinentalda rütubət çox olmayacaq. Yağıntı miqdarı çox olmayacaq. Hər ikisində enən havadır. Havanın mütləq rütubətinin burada Y variantında yazıb ki, rütubətli əmsalının kiçik olması. Antarktik iqlim qurşağında soyuq yerlərdə rütubətli əmsalı kiçik ola bilməz. Doğru cavab olacaq D variantı. Havanın mütləq rütubətliyinin və yağıntının miqdarının az olması. 74. Uyğunluğu müəyyən edin. Subarktik və subtropik iqlim qurşaqları yay ayları mülayim hava kütlələrinin təsirinə məruz qalır. Bu subarktik. Qış ayları mülayim hava kütlələrinin təsirinə məruz qalır. Bu subtropik. Yağıntının miqdarı az olsa da əsasən ifrat rütubətlənmə. İfrat rütubətlənmə burada subarktikdə olacaq. Soyuq ərazidir. Buxarlanma qabiliyyəti yüksəkdir. Bu daha isti olan subtropikə aid olacaq. Sutkalıq temperatur amplitudunun daha yüksək olduğu bölgələrə malikdir. Sutkalıq temperatur amplitudu daha çox isti yerlərdə, subtropikdə də səhra var və buxarlanma qabiliyyəti və buxarlanma arasında fərq azdır. Bu daha soyuq ərazilərdə olacaq. Bu da aiddir subarktika. 1-ə 1, 3, 6, 2-yə 2, 4, 5 A variantı doğrudur. 75-ci sual. Xəritə sxemdə rəqəmlərlə verilən iqlim qurşaqları üçün düzgün olan ifadələri müəyyən edin. Deməli, A variantında yazıb ki, 1 və 6 il ərzində müxtəlif hava kütlələrinin təsirinə məruz qalır. 1 subekvatorialdır, 6 isə mülayim iqlim qurşağıdır. Mülayim iqlim qurşağı il boyunca mülayim hava kütləsi olur. Ona görə A variantı səhv olacaq. A-nı çıxırıq. B-yə yazıb ki, 1 və 2 yay aylarında tropik hava kütlələrinin təsirinə məruz qalır. Deməli, 1 olan yer subekvatorialdır, 2 olan yer isə subtropikdir. Subekvatoriala yayda ekvatorial hava gəlir, qışda tropik hava gəlir. B də yanlışdır. C variantına baxaq. 4 və 5 bütün fəsillər aydın müşahidə olunur. 4 və 5. 5 subekvatorial iqlim qurşağıdır. Subekvatorialda bütün fəsillər aydın müşahidə olunmur. D variantına baxaq. 2 və 4. 2 və 4 bütün çoxsaylı iqlim vilayətinə tiplərinə bölünür. 2 subtropikdir, 4 mülayim. Bəli. Çoxlu iqlim tipləri var. D variantı doğrudur. 3 və 6 nisbi rütubətlik yüksəkdir. 3 ekvatordur, 6 mülayimdir. Bəli, hər ikisində nisbi rütubət yüksəkdir. 3 və 5 buxarlanma qabiliyyəti yüksəkdir. 3 ekvatorialdır, 5 subekvatorial. Hər ikisi isti yerlərdir. İsti yerlərdə buxarlanma qabiliyyəti yüksək olur. Deməli, doğru cavab olacaq D, Y, F. D, Y, F doğru cavabdır. Belə cavab hansında var? D, Y, F. D, Y, F. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66, 67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83, 84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98, 99, 100, 101, 102, 103, 104, 105, 106, 107, 108, 109, 110, 111, 112, 113, 114, 115, 116, 117, 118,
Hansındasa biz bəlkə yanlışlıq elədik. Bir baxaq doğrusuna. Deməli 2 və 4 çoxsaylı düzgün ifadələr istəyir. 2 və 4 çoxsaylı iqlim vilayətinə bölünür. Bəli. Bu doğru. 3 və 6 nisbi və mütləq rütubəti yüksəkdir. Hə, burada ola bilsin ki, biz yanlış eləmişik. Ona baxmamız lazımdır. Nisbi və nisbi və mütləq rütubət yüksəkdir. Hə, burada 6-da mütləq rütubət yüksək olmayacaq. Çünki soyuq yerdə 6. Deməli, yeni səhv eləmişik. Y ola bilməz. Sonra 3 və 5 burada problem yoxdur. D ilə F olmalıdır cavabların içərisində. D ilə F-in hər ikisinin olduğu ya A variantıdır, ya B variantıdır. Digərlərinin üstündən xətt çəkək, işimiz asanlaşsın. A variantına baxaq onda. Deməli, 1 və 6, 1 və 6 il ərzində müxtəlif hava kütlələrinin təsirinə məruz qalır. Hə, biz burada yanlış eləmişik. Uzun körfəzidir. 6. 6 subarktik iqlim qurşağıdır. Subarktika bəli. Subarktika il boyunca müxtəlif hava gəlir. Subarktika yayda mülayim, qışda arktik hava gəlir. Bir haradır, bir də subekvatorialdır. Buradadır. A variantı da doğruymuş. Deməli, doğru cavab olacaq B variantı. 75-də B.